fərqli məşqçilərdir və fərqli futbol sərgiləyirlər. Digər tərəfdən də yəni 8 il əvvəlki futbolla bugünkü futbol eynidir. Kim istəyir məşqçi olsun, yəni tələblər başqadır. Yəni bu il məsələn belə deyək də, bugün Chelsea məsələn daha yuxarı səviyyədədir. Eyni ilə Conte Napoli daha yuxarı səviyyədədir. Nəinki məsələn 4 il, 5 il əvvəlkindən məsələn. Futbol həddindən artıq, çünki həddindən artıq çox inkişaf edir, həddindən artıq dinamika qalır, həddindən artıq güc çoxalır futbolda. Buna da hamı belə deyək də ona uyğunlaşır. Onlar o çempionatda bunu görürlər, onun qarşısında görürlər, amma bizdə biraz fərqlidir. Biz də istəyirik orada olmağı, məsələn, oraya yaxınlaşmağı, amma bizdə biraz fərqlidir. Ona görə hələ ki, görünən odur ki, bizim əvvəlki 8 illik Qarabağ, bəlkə bu il biz daha yaxşıyıq, daha təcrübəmiz artıb. Amma onlar biz biraz inkişaf eləmiş, onlar laf çox inkişaf ediblər, belə deyək. Çox sağ olun. Xeyli suallar oldu, çox sağ olun.